Hörmətli izləyicilərim, sizə şəhərin elit ərazisində Su İdman Sarayının qarşısında yerləşən arxitekturlu 5 mərtəbəli binalarda çox möhtəşəm bir mənzil təqdim edəcəm. Mənzilin sahibi dizaynında o qədər dəyişiklik edib, gözəlliyi qatıb ki, hamınız mat məəttəl qalacaqsınız. Arxa kadrdan da gördüyünüz kimi Azərbaycanın ən hündür bayrağının qarşısında yerləşir bu binalar. Mənzilin sahibi xüsusi olaraq öz rahatlığı, komfortu üçün lift quraşdırıb. Dəyərli izləyicilər, mənzilə lüks təmir olunub mənzil. Hər bir estetikə xüsusi diqqət ediblər mənzilin təmirində. Əzizləyicilərim, mən sizə adəti üzrə o şablon olaraq giriş hissəsindən təqdim edeyim. Xüsusi detallara da toxunacağım. Diqqətiniz məndə olsun o detalları görmək üçün. Liftdən çıxan kimi, bizim mənzilə daxil olan kimi bura bir prixorjadır. İsti yer döşəmədir, paltar şkafı sizin qarşınızdadır. Və burada çox füsunkar bir hamam otağıdır. Mən eyni bunu Dubayda bir mənzildə təqdim etmişdim. Həmin konseptə oxşur. Ev sahibi çox güman ki, bəlkə də ondan götürüb, yalan deyib. Bağlayım, çox qəşəng bir şeydir də. Bura vanna birbaşa mənzil üzründə orada indi Marinel'də baxırsa, başqa mənzərədir. Burada bilməm nə mənzərədir. Amma içərisi odada dəyərli izləyicilər. Bura bütün boydadır, estetikə uyğun, zövqə uyğun düzənib, dizayn olunub. Mən sizi birinci istirahət güşəsinə dəvət eləmək istəyirəm. Bura relax bir modda, güşə içkilərin qarşında dincəlirsən, şahmatdan da bir mat eləyirsən və sizi növbəti gözəl ikinci bir mətbəxə dəvət edeyim, belə deyək. Mən sizə deyim, bunun 100% konseptdə xanım izləyici Dubayda falan yerli çox olub. Həmən konseptdə oxşuyur. Ben burada o çalarları görürəm. Möhtəşəm bir təmirdir. Elektronikalar hamısı mənzilə uyğun olaraq seçilib, döşənilib. Mebellər, adası və bu belə satılır. Dəyərli izləyicilər, mən qiyməti sonunda yəni posta qeyd edəcəm ya da söyləyəcəm. Bura açılıb bağlanan sürtməli qapısı və mən sizi birinci mərtəbədə olan zal otağına dəvət edirəm. Həmən bu zal otağının, zövqlü zal otağının baxışı birbaşa Su İdman kompleksinədir. Xırda 2 kofe içmək üçün balaca bir eyvanı var. Arxitektur binalara bilirsiniz ki, bunların belə bir estetik gözəlliyi verir. Əlində bir fincan qəhvə, kofe və baxırsan birbaşa yəni bulvara. Dəyərli izləyicilər, özəlliklərdən ən vacibi, mən saxlamışdım sürpriz sizə, indi söyləyirəm. Bu mənzil dupleks mənzildir. Bəli. Deməli 4 və 5-ci mərtəbəni birləşdiriblər. 360 kvadrat, 320 sahə çıxarışda, yəni kupçadadır. Amma əlavələr olduğuna görə mən 360 söyləyirəm. 360 kvadrat bunun sahəsi var. İndi isə qalxaq 2-ci mərtəbədə olan o gözəlliyi yaxından tanış olaq. Sizə gözəl yataq otaqları təqdim edəcəm. Hər bir yataq otağının özünə uyğun rəng çalarları və zövqlü boyalardan bir-birlərlə istifadə olunub. Məsələn, girən kimi, yəni qalxan kimi 2-ci mərtəbəyə sizə master bedroom otağını təqdim edirəm. Avropalılar belə deyirlər, dəyərli izləyicilər. Bir yəni bu otağın füsunkarlığına, zərafətinə baxın. Paltar dolabı, yataq və lüstr, televizor. Və buradan yenə hər yataq otağından birbaşa pəncərə var ki, baxır şəhərə, yəni bulvara. Növbəti otağı sizə təqdim edim. Bu otağın da özəlliyi tam başqadır. Hündürlüyü də çox gözəldir. Növbəti otağı keçib bir sürpriz daha saxlamışam sizə. Bu təqdimatımda istəyirəm sona qədər baxan izləyicilərimə o sürprizi görsünlər. Növbəti zövqlü bir yataq otağıdır. Həmən bu yataq otağının bir də zövqlü qardırop otağı var dəyərli izləyicilər. Növbəti otağa dəvət edim sizi. Amma o otaq bilirsiniz nə otağıdır? O otaq çamaşır, boiler sistemi,
qazanxana sistemi, çamaşır otağı söylədiyim kimi əlavə olaraq belə bir otaq ayrıblar və ümumi olaraq hamam otağı da ikinci mərtəbədə mövcuddur. Baxın onun rəng tonlarına, keyfiyyət barəsində zaten danışmağa lüzum görmürəm. Bu mənzilin içində hər bir tikinti markası ən yüksək səviyyədədir, dəyərli izləyicilər. Ceviz olsun, Almanın santexnik olsun, tok sistemi olsun, yerə vurulan döşəmə olsun. Yorumlayım sizi, məndən də yaxşı bilirsiniz ki, mən sizə vışı mənzil təqdim edirəm. Qalxaq indi sürprizimə, qalxaq dedim çünki bu mənzil 3 mərtəbəlidir, dəyərli izləyicilər. Bəli, 3 mərtəbə. Buradan bir dənə stop edirik, qalxırıq 3-cü mərtəbəyə. Birdən insanın canı sıxılır, səs-küydən, evdə, qonaq filan da olanda. O zaman bu mənzil sizə tövsiyə edirəm, məsləhət edirəm. Çünki bura 3-cü mərtəbə sırf özün üçün dincəlməli bir gülşəli dəyərli izləyicilər. Hamıdan qaçırsan yuxarı və gəlirsən burada belə bir geniş oturmaq üçün, özün üçün notebookda dincəlmək üçün, istirahət etmək üçün şəhərin bulvar mənzərəsinə burada əlində bir qədər şərab izləyirsən bulvarı. Buna əlavə burada yenə bir istirahət etmək üçün relaks bir gülşən var, yəni o hamam otağıdır. Romantik bir hamam otağı və vannası gözəlliyidir də bura, özün üçün. Məni narahat eləməyin, modundasan. Bura qardirob otağı kimi nəzərdə tutulub. İndi isə növbəti bir burada yataq otağı təqdim edirəm. O gənclərə aid bir mövzudur da bu. Papadan küstü qalxdı 3-cü mərtəbəyə. Məsələn, dincəlmək üçün böyük bir televizor qarşısındadır, fırlanan. Və burada maraqlısı odur ki, bir qardirob otağı da düzəldə bilərsən, əgər sənə bu ehtiyac varsa. Sonda onu deyərəm ki, sizə, əzizləyicilərim, bu mənzil kirayə də verilir. Ancaq səfirlik işçilərindən kirayə qiyməti $5000. Sahibinin tələbi budur. Satış qiyməti 1.200.000 manatdır. Orada da indirim yaxşı olacaq. Allah qismət eləsin, kimə maraqlı gəldirsə bu təqdimatın əlaqə saxlasın mənimlə.